Salam əziz izləyici. Ümid edirəm hər şey qaydasındadır. Ümid edirəm ki, yaxşısan. Əgər imtahana hazırlaşmaq istəyirsənsə, ümumiyyətlə mediasiya ilə bağlı maraqlanırsan, mediator olmaq istəyirsənsə, bu video izah sənin üçün faydalı ola bilər. Çünki biz bugün mediasiya haqqında Azərbaycan Respublikası qanunundan danışacağıq. Ümumiyyətlə bilmək istəyərdim ki, sənin mediasiya haqqında ümumiyyətlə bir məlumatın varmı, yoxsa deyirsən ki, bu nədir? İlk dəfədir eşidirəm. Məncə məlumatın olsa, bizlə bölüşsən daha yaxşı olar, çünki biz də səndən nəsə öyrənə bilərik. Bu qanun, yəni mediasiya haqqında Azərbaycan Respublikası qanunu, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 10-cu və 12-ci bəndlərinə uyğun olaraq mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir. Mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilmə qaydalarını və mediatorların statusunu müəyyən edir. Bu maddə gördüyünüz kimi bir səhifəni tutub və kifayət qədər geniş bir maddədir. Daha doğrusu hələ maddə deyil, giriş hissəsi düzdürsəm səhv dedim. Biz öncə nə edirik? Mənim bir prinsipim var. Parçalayırıq, daha rahat öyrənirik. Baxaq. Bu qanun birinci baxırıq nəyi müəyyən edir? Burada bizə iki əsas hissə lazımdır və nəyi tənzimləyir? İki yerə bölürük. Bu mediasiya məqsədləri, prinsipləri ki dedik. Bu sonrakı maddələrdə bizim zaten öyrənəcəyimiz şeylərdir. Yəni sən bu qanunu axıra kimi oxuyanda artıq nəyi müəyyən etdiyi səndə sual yaranmır. Çünki hər maddədə məqsədlərini, prinsiplərini, həyata keçirilmə qaydasını bunları öyrənmiş oluruq. Keçirik indi nəyi tənzimləyir? Alternativ, yəni ümumiyyətlə mediasiya nədir? Bir çox anlayış vermək olar. Bura uyğun olaraq deyək ki, mübahisənin alternativ həlli üsullarından biri. Həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimlədi. Aydın oldu bura kimi. İndi keçək birinci fəslə, ümumi müddəalara və maddə 1-də əsas anlayışlara. Bu əsas anlayışlar nədir? Bir çox qanunda görə bilərsən ki, məsələn, tutaq ki, mediator deyəndə hər gün rastlaşdığımız bir söz deyil, düzdür. Ən azından hüquq, qanun sözünə hər gün rastlaşırıq. Instagramda da görsən, reisləri çevirəndə belə bir hüquq videosu qarşımıza çıxır. Amma mediator belə deyək, həyatımızın hər dəqiqəsində gözlədiyimiz, qarşımıza çıxan bir anlayış olmadığına görə bu qanun o anlayışı öz maddəsində qeyd eləyir ki, mediator deyəndə səndə sual yaranmasın. Artıq bu qanunda nə mənaya gəldiyini elə mən öz birinci maddəmdə qeyd eləmiş oluram. Aydın oldu fikrim. İndi keçək. Elə burada da qeyd olunur ki, bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir. Yəni bir növ bizi sual altında qoymamaq üçün, bizi əlavə araşdırma ilə yükləməmək üçün öz maddəsində hər birinin anlayışlarını verir. Mən niyə bu videoda ancaq bir maddəni izah edəcəm? Niyə? Çünki əsas təməl giriş hissədir. Yalandan üstündən keçib daha çox video izahı, daha çox maddə sığışdırım məqsədim yoxdur. Bir maddə öyrənək, daha geniş öyrənək, çünki bu əsas hissələrdən biridir. Gəlin indi baxaq görək ümumiyyətlə mediasiya nədir? Mediatorların vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu qanunla müəyyən olunan bir prosesdir. Əgər cümlə sizə uzun gələrsə, biraz nə edirik burada? Qısaltma. Amma qısaltma o demək deyil ki, biz burada 2 dənə sözü öyrəndik, bu bizə kifayətdir, digərləri bizə lazım deyil. Əlbəttə ki, cümlənin tam məğzini başa düşməliyik. Sadəcə olaraq ilk dəfə oxuyanda bu bir növ oxuma prosesi kimi başa düş bunu. Mediasiya bir prosesdir, düzdür? Nə ilə bağlı olan? Tərəflər arasındakı mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı olan bir prosesdir, düzdür? Bunu da indi hər birimiz öz ideyamızla, fikrimizlə, belə deyək də, mediator ola bilməyəcəyimiz üçün, mediasiya prosesini aparmayacağımız üçün bu qanunla müəyyən olunan bir prosesdir. Yəni, hər kəs özünə bir qayda uydura bilməz. Bu proses özü mediasiya haqqında qanunla müəyyən olunmalıdır. Sonra keçək tərəflərə. Tərəflər kimlərdir? Hüquqi və fiziki şəxslər. Hüquqi və fiziki şəxsi məncə anlayışını bilirsiniz.
İşli birdən nəsə unutmuş olsanız kanalda var. O cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər. Habelə mediasiya prosesinin tətbiqinə razılıq vermiş inzibati orqanlar. Tərəflərin də kimlər olduğunu bildik. Keçək, mediator. Mediator indi kimdir? Gəl elə bəri başdan baxaq. Mediator bir fiziki şəxsdir. Yəni bir insan faktorudur. Sən, mənəm, yəni bir insandır. Mediator fiziki şəxsdir. İndi baxaq bunun xırdalıqlarına. Peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi. Baxın burada bir tərəflərin bunu yazmır. Bir tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatının tərəfindən təyin olunmuş, bu qanunun tələblərinə cavab verən fiziki şəxsdir. İndi gəl bunu 3 yerə bölək. Başa düşdük ki, mediator kim oldu? İnsan, fiziki şəxs. Və bizim üçün mediator, tutaq ki, belə deyək də, mənim yaxın rəfiqəmdir, ona güvənirəm, deyirəm ki, sən mediator ol. Belə bir şey olarmı? Yox. Nədir? Burada qeyd etdiklərimizə, bu suallara mı deyək, bu punktlara cavab verməlidir. Tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunur və bu qanun tələblərinə cavab verən. Bu da irəliləyən maddələrdə var, ona görə burada əlavə beyninizi yormaq istərəm, çünki hər şey öz vaxtında gözəldir. Mediasiya təşkilatı bu qanunun 11.1-ci maddəsində müəyyən edilmiş hüquqi şəxs. Keçəcəyik o hissiyədə. Mediasiya iştirakçıları. Bəs kim olur burada? Bu dedik ki, mediasiya bir prosesdir. Və bu prosesdə kimlər olur? Mediator, belə bu necə deyək, şəkildən də gördüyünüz kimi bura yazaq mediator. Çox möhtəşəm xəttimlə. Bu da belə deyək, tərəflər olsun. Birinci və ikinci. Aydın oldu buradan. Bu şəkillər də sənə gülməli də gələ bilər, maraqlı da gələ bilər. Təbii ki, bu hər kəsin subyektiv fikridir. Məncə belə həmişə qanun deyəndə hər kəs çox belə necə deyək, fərqli yanaşma tətbiq eləyir. Yox, qanun müəllimi gülməz, yox, qanunlar normal formada anlatıla bilməz. Məncə bunların tamamilə əleyhinəyəm və istər-istəməz vizual görüntü və xüsusilə də maraqlı süni intellektin tüğyan elədiyi bir dövrdə yaşayırıq. Əlbəttə ki, süni intellektlə bir insan şəkilləri də qoymaq olardı, amma mən hələ ki onları sevmirəm. Ona görə də buradan məncə sizin bir daha yadınızdan çıxmayacaq bir slayd oldu, nümunə oldu. Mediasiyanın iştirakçıları kim oldu? Mediator və tərəflər. İndi keçirik, görək bizi növbəti hissədə nə gözləyir. Mediasiyada iştirak edən digər şəxslər. Baxaq görək bunlar kimlərdir? Mediasiya prosesində iştirak edən vəkillər, nümayəndələr, tərcüməçilər, ekspert və mütəxəssislər, mediasiya təşkilatının əməkdaşları, habelə tərəflərin razılığı ilə mediasiya prosesində iştirak edən digər şəxslər. Burada da tərəflərin razılığının olmasını görürük. Sonra keçirik, barışıq sazişi. Nədir bu barışıq sazişi? Biz dedik axı, mediasiya nə idi? Lap birinci hissədə yaranan mübahisələrin alternativ həlli üsuludur və s. Yəni, bunun nəticəsində olur bir növ, həmişə yox. İnşallah mediator olmaq istəyirsənsə, tək ki, bütün işlərin barışıq sazişi ilə yekunlaşsın. Həmişə olmasa da, bir çox hallarda barışıq sazişi ilə yekunlaşır. Nədir bu? Tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşma. Mediasiya prosesinin tətbiqi barədə müqavilə. Mövcud mübahisənin, hal-hazırda tərəflər arasında olan mübahisənin mediasiya prosesi vasitəsilə həlli üçün tərəflər arasında bağlanan yazılı razılaşmadır. Baxın, bunun ikisi də yazılı razılaşma oldu. Bunu fərqləndirək. Barışıq sazişi işin yekununda olan razılaşmadır ki, həmən bu mübahisəni məhkəmədə yox, məhkəməyə qədərki dönəmdə, mediasiya dönəmində, prosesində razılaşıram. Yəni, indi məsələ nədirsə, tutaq ki, ailədir, mülki işdir, hər nədirsə, bu razılıqla nəticələnir. Bu başqadır. Bu isə hələ prosesə başlamadan öncəki razılaşmadır. Bu da fikir ver, mediasiya prosesi vasitəsilə həlli üçün tərəflər arasında bağlanan yazılı razılaşma. Sonra keçirik
Qeyd şərti. Ümumiyyətlə qeyd şərt deyəndə nə başa düşürsən? Tam olaraq nədir? Yəni qeyd şərt həm hər hansı bağladığımız müqavilədə də ola bilər, gündəlik verdiyimiz sözlərdə də ola bilər. Məsələn, mən səndən telefon alacağam və yaxud da ki, elə trend yoldan bir şey sifariş etdirirəm. Deyirəm, mən eləyə bilmirəm, al sən elə bunu və yaxud da ki, sən et, sonra səndən götürüm. Nəsə belə bir şeydə. Yəni trend yol ona görə deyirəm ki, gündəlik həyatımızdan bizə çox tanış mənzərədir. Amma yaxınım olsa da çox güvənmədiyim üçün deyirəm ki, əgər bir ay müddətinə mənə çatdırmasan, bu nə əşya mənə gəlib çatmasa, mən onu götürməyəcəm. Mən bundan bir növ bir sözləşmə olur aramızda. Amma deyirəm ki, mən sənə bir ay deyirəm də, tamam, yaxınımsan, rəfiqəmsən, amma bir aydan keçdi, mənə deyəcəksən 2 aya, 3 aya, mən onun ödənişini eləməyəcəm. Belə bir şey. Yəni, əlavə bir özümüz üçün bir şərt qoyuruq ora. Aydındır fikrim. Tutaq ki, alqı-satqı müqaviləsi. Deyirik ki, əgər sən ayın 10-una kimi bunu mənə gətirməsən, mən ya ödənişi etməyəcəm və yaxud da deyirsən ki, ayın 10-una kimi mən 50% ödəniş eləyəcəm. Bu kimi, yəni o tərəflərin özünün situasiyadan asılı olaraq, həmin müqavilənin mi deyək, işin mi deyək, o prosesdən asılı olaraq qoyduğu bir şərtdir. Yəni hansısa qanunda belə yəni məhdudiyyət yoxdur ki, sən ancaq filan şərtləri qoya bilərsən. Qeyd şərt ancaq bu formada olmalıdır. Yəni belə bir konkret qayda yoxdur. Mediasiyaya dair qeyd şərt nədir? Tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə və arbitraj məhkəməsinə müraciət etməzdən öncə mediasiya prosesinə iştirakını tələb edən müqavilə şərti yaxud hər hansı digər sənəddə olan şərt. Yəni ki, tutaq ki, yenə bizim aramızda bir razılaşma var. Biz bir iş görürük, amma deyirik ki, işte birdən nəsə alınmasa, gəl biz bir-birimizi sadə dillə desək, məhkəməyə vermədən öncə bir mediasiyaya da bir başvuraq. Aydın oldu. Bunlar bir müqavilə imzalayır. Tutaq ki, deyə bu alqı-satqı müqaviləsidir. Eyni zamanda bu müqavilə ya bir bənd əlavə edirlər, bənd kimi xırda aşağıdan yazılar qeyd və yaxud da ayrı bir müqavilə imzalanır və yaxud da hansısa sənəddə olan bir şərt olur. Deyirlər ki, işte birdən işimiz düz gətirməsə, əgər bizim işimiz məhkəməli olsa, təbii ki, müqavilədə belə yazmırlar, mən bunu izah üçün deyirəm. Məhkəməyə getməzdən öncə mediasiya prosesində iştirak edək. Bəlkə elə mediasiyada biz problemimizi çözəcəyik, heç məhkəməyə gərək qalmayacaq. Yəni bu maddə, mediasiyaya dair qeyd şərt bunu ifadə edir. Sonra görə nə var burada? Deyəsən, qarışıq bir şey düşüb ortaya, neysə ona fikir vermirik. Baxırıq, xidmətlərin göstərilməsinə dair müqaviləyə, mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə. Mediator və ya mediasiya təşkilatı ilə tərəflər arasında mediasiya xidmətlərinin göstərilməsi üçün imzalanan özdə yazılı müqavilədir. Sonra keçirik mübahisənin nə olduğuna baxaq. Görək, bu mübahisə deyirik bayaqdan. Nədir bu? Tərəflər arasında yaranmış və yarana biləcək. Bu qanunun 3.1. İndi onu burada göstərəcəm. Növbəti videolarda da izahını verərik. 3.1-ci maddəsində nəzərdə tutulmuş mübahisə. Aydındır. Burada istəsən 3.1-ci maddənin ümumiyyətlə və xüsusən 3.1-ci hissəni qoymuşam ki, hər ehtimal gözün öyrəşsin ki və gedib bir də qanunu axtarmaq məcburiyyətinə qalmayasan. Nədir bu 3.1? Mediasiya aşağıdakılar üzrə tətbiq edilir. Yəni nələrlə, hansı məsələlərlə, hansı mübahisələrlə bağlı mediasiya ola bilər, onu qeyd edir 3-cü maddə. Mülki işlər, kommersiya mübahisələri, xarici elementli mübahisələr də daxildir bura. Ailə münasibətlərindən irəli gələn mübahisələr, əmək münasibətlərindən irəli gələn mübahisələr və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Bunu da hər ehtimal, bəlkə gözündə vizual canlanar, yadında qalar deyə qoymuşam ki, bayaq maddədə dedik 3.1-də nələri idi? Ailə, əmək, mülki işlər, eyni zamanda kommersiya və inzibati. Üzr istəyirəm səsimə görə. İndi keçək burada 3.1-i dedik, daha 3.2-də qalmasın. 3-cü maddənin ikinci hissəsi, yəni ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr.
bu qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Ümid edirəm, hər şey aydın oldu. Bu videonun məqsədi birinci maddənin, yəni əsas anlayışların, gələk keçək birinci hissəyə, izahı idi. 3.1-i özüm qatdım ora ki, maddədə görüb sizdə sual yaranmasın ki, görəsən mediasiya nələrə tətbiq olunur. Eyni zamanda mən bu qanunu hissə-hissə izah edəcəm. Orada 3-cü maddəni yenə təkrar olaraq deyəcəm. Məncə faydalı oldu. Hələlik özünüzə yaxşı baxın.